Axşamınız xeyir əziz 24 News izləyiciləri, xəbər vaxtı efirdədir. Bugünün gündəmi ilə yenidən qarşınızdayıq. Keçək ölkədə baş vermiş günün vacib xəbərlərinə. Ölkənin baş naziri İrakli Kobaxidze Cənubi Osetiya administrasiyasının yaradılması məsələsinə münasibət bildirib. Kobaxidze bildirib ki, Cənubi Osetiya administrasiyasının yaradılması dövlətə qarşı edilən xəyanətidir və ölkənin konstitusiya və ərazi sistemində vaxtilə aparılmış dəyişikliklər konstitusiyanın tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirilib. Baş nazirin sözlərinə görə həmin qərarlar Gürcüstanın tarixi regionu olan Tsxinval bölgəsinin işğalına gətirib çıxaran proseslərə zəmin yaradıb. Gürcüstanda rəsmi səfərdə olan Ermənistan prezidenti və Gürcüstanın baş naziri arasında görüş baş tutub. İki ölkənin rəsmiləri arasında baş tutan görüşdə baş nazir İrakli Kobaxidze bildirib ki, Gürcüstan və Ermənistan hökumətləri arasında çox sıx əməkdaşlıq mövcuddur və ölkələr arasındakı münasibətlərin dinamikası gələcək tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsasdır. Üzbəüz görüşdə Ermənistan prezidenti öz növbəsində qeyd edib ki, iki tərəfli münasibətlərin möhkəmlənməsi və dərinləşməsi üçün əlimizdən gələni edirik. Qeyd edək ki, Ermənistan prezidentinin Gürcüstana səfəri bugün başa çatır. Tbilisi şəhərinin 2026-cı il büdcəsi 2 milyard 82 milyon 482 min lari təşkil edəcək. Tbilisi meri Kaxakaladze şəhər hökumətinin iclasında bildirib ki, Tbilisi şəhərinin 2026-cı il büdcə layihəsi hazırdır və artıq şəhər məclisinə təqdim edilib. Prioritet olaraq nəqliyyat infrastrukturu, ekologiyanın yaxşılaşdırılması, mənzil sahiblərinin assosiasiyalarının dəstəklənməsi, səhiyyə və sosial sahə, mədəniyyət, idman və gəncləri nəzərdə tutan 2026-cı ilin ümumi büdcəsi 2 milyard 82 milyon 482 min lari təşkil edir ki, bu da ötən illə müqayisədə təxminən 100 milyon lari çoxdur. Didqori 2025 çərçivəsində ehtiyatda olan hərbçilərin iştirakı ilə Alget təlim bazasında səhra təlimi keçirilib. Təlimlərdə Gürcüstanın Milli Qvardiyasının 20-ci Ərazi Müdafiə Briqadasının 204-cü batalyonunun ehtiyatda olan hərbçiləri iştirak ediblər. Simulyasiya edilmiş ssenariyə əsasən ehtiyatda olan hərbçilər təmas reaksiyası və tibbi təxliyə tapşırıqlarını yerinə yetiriblər. Qeyd edək ki, bu il hərbi çağırış və hərbi xidmətə qəbul üzrə Milli Agentlik ilk dəfə olaraq Didqori təlimində iştirak edib. Müdafiə Qüvvələri və Daxili İşlər Nazirliyinin nümayəndələri Didqori 2025 çərçivəsində Qara Dənizdə birgə təlim keçiriblər. Təlimdə Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının Qərb Batalyonunun dalğıc qrupu və Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Sahil Mühafizəsi İdarəsinin taktiki qrupu iştirak edib. Didqori 2025 böhran fövqəladə vəziyyət və müharibə zamanı dövlət qurumları arasında koordinasiyanı və qarşılıqlı əlaqəni təkmilləşdirməyi hədəfləyir. Məktəblərdə noyabrın 21-dən ilin sonunadək polis peşəsi adlı yeni layihə və kampaniyaya start verilir. Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə layihənin məqsədi gənclərə polis fəaliyyətini tanıtmaq və yeniyetmələr arasında bu peşəni populyarlaşdırmaqdır və kampaniya gənclərlə hüquq mühafizə orqanları əməkdaşları arasında etimadın formalaşmasına kömək edəcək. Layihə çərçivəsində şagirdlər Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrini ziyarət edərək polis əməkdaşlarının gündəlik fəaliyyəti, nailiyyətləri və uğurları ilə tanış ola biləcəklər. Gürcüstanda Azərbaycan istehsalı dizel yanacağının payı sürətlə artır. 2025-ci ilin son 2 ayının göstəricilərinə əsasən ölkəyə daxil olan dizelin 40%-dən çoxu Azərbaycandan gətirilir. Bu sahədə əsas idxalçı Sokar Georgia Petroleum şirkətidir. Cari ilin noyabrında dərc olunmuş Tbilisi Kapitalın hesabatına görə 2024-cü ildə Gürcüstan dizelinin 74% Rusiyadan, 14% isə Azərbaycandan idxal edilirdi. 2024-cü ildə ölkəyə 770 milyon litr neft məhsulu idxal olunub. Analitiklərə görə 2025-ci ildə idxalın daha da artacağı gözlənilir. Gürcüstanda minik avtomobillərdən idxalı tarixdə ən yüksək səviyyəyə yüksəlib. Milli Statistika Xidmətinin göstəricilərinə əsasən cari ilin yanvar-oktyabr aylarında
ölkə 3,152 milyard dollar dəyərində 192.451 ədəd minik avtomobili idxal edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 9,8% artıb. Ötən ilin yanvar-oktyabrında Gürcüstana 2 milyard 869 milyon dollar dəyərində 173.012 avtomobil daxil olub. Cari ildə avtomobil idxalı üzrə Gürcüstanın ən böyük ticarət tərəfdaşı əvvəlki illərdə olduğu kimi Amerika Birləşmiş Ştatları olub. Cari ilin 9 ayında Gürcüstanda sürücülük vəsiqəsi alan xarici ölkə vətəndaşlarının sayı açıqlanıb. 2025-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanda ən çox sürücülük vəsiqəsi alan 172 nəfər Rusiya vətəndaşı olub. Daxili İşlər Nazirliyinin məlumatına görə ilin birinci rübündə Rusiyalılara 34, ikinci rübdə 62, üçüncü rübdə isə 76 sürücülük vəsiqəsi təqdim olunub. Digər ölkələr arasında isə üçüncü rübdə Hindistan vətəndaşları ikinci yerdə qərarlaşıb. Son 3 ay ərzində Hindistanlılara 36 sürücülük vəsiqəsi verilib. Üçlükdə Pakistan və Belarus vətəndaşları da yer alıb. Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları xaricdən maşın gətirmək adı ilə vətəndaşdan 50.000 dollar alaraq mənimsəyən 1992 və 1995-ci il təvəllüdlü şəxsləri yaxalayıblar. Məhkəmənin qərarı ilə hər iki şəxs təqsirləndirilən şəxs qismində saxlanılıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 9 il azadlıqdan məhrum etməni nəzərdə tutan 180-ci maddəsinin 2-ci və 3-cü hissələri üzrə istintaq aparılır. Son günlərdə ölkədə mal və heyvan ətinin qiymətində artım müşahidə olunur. Daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı izləyək. Gündəlik istehlak üçün satın aldığımız ətin qiymətində son dövrlər kəskin bahalaşma müşahidə olunur. Bu bahalaşma isə vətəndaşlar tərəfindən bir mənalı qarşılanmır. Bəs görəsən, ət qiymətlərindəki bu artımın səbəbi nədir? Gəlin bunu birlikdə görək. Hazırda ət mağazalarında və ya kənd təsərrüfatı bazarlarında 1 kiloqram mal ətinin qiyməti 25-30 lari arasında dəyişir. Bu isə əhalinin narazılığına səbəb olur. 24 News xəbər portalına müsahibə verən sakinlər qeyd edirlər ki, ətin bahalaşması onların ailə büdcəsinə mənfi təsir göstərir. Əlbəttə, normal deyil. Ətlər həddindən artıq bahalaşır. Öz elə olur ki, yaxşı ətlər olmur. Gidirsən, görürsən, köhnə ətlər satırlar. Bahalaşmaya heç kəs razı deyil. Əlbəttə, biz də razı ola bilmərik. Sıxıntı yaradır, bütün vətəndaşlara yaradır sıxıntı. Əksəriyyəti narazıdır. Bahalaşıb, hər şey bahalaşıb. Bir dənə ətdir ki, elə. Hər şey də bahadır. Ətin misal üçün 22-yə 23 alırdı, indi bu dəqiqə hardasa 30 alırdı. 27-28-dir. Fikriniz nədir sizin, yəni belə olar nə? Nə deyim, mən bahalanıb da, onu satanlar bilər. Baha alırlar, baha satırlar. Nağara xam elədi, qurban olun, baxalım, çox pis ziyan verir. Ondan artıq nə olacaq? Artdıqca qiymətlər. Bir vətəndaş kimi istəyiniz nə olar ki? İstəyimiz olar ki, hər şey ucuzlaşa, yaxşılıq olar. Çətinlik çəkir. Dolama ham çətinlik çəkir, olmayanda hər şeydə çətinlik dolanır. Son 6 ayda 1 kiloqram ətin qiyməti orta hesabla 4-7 lari artıb. Qəssablar qeyd edirlər ki, ətin qiymətinin artmasının əsas səbəblərindən biri yerli istehsalın azalmasıdır. Bəzən ətin bahalaşmağı belədir. Bu ət qəssabları bir şey yoxdur burada. Ümumiyyətcə, kimlər malı saxlayır, o qiymətlər onlardan qalxdı. Yerində qalxdı, onlara da qanamaq olmur. Bir də ki, bir məsələdir. O baxan insanda malı alır, bağlayır da yatır. Bu xəstəlik isə çıxmadı mı? Onun da şeydəydi. Bir də ki, ən çox da günah nədədir, bilirsən, çıxışda. Çox çıxış var. Azərbaycan aparır, Ərəb aparır, İran aparır. Çıxış çoxdur. Ona görə də bu baxalıq baş verir. Heyvanda da, malda da. Biz istəyərim ki, baxalıq. Mən satardım bunu, gün ortaya taraf gedirdim. Məsələn, indi ət olub 30 lari. Zahmat, nə arsın onu? Alırdı 25 lariyə, 20 lariyə. İndi alır 2 kilo alasıydı, alır 1 kilo. O hamıya ziyan, mala ziyan hamıya. Yəni qəssablik bizə bir şey yoxdur. Ekspertlər hesab edirlər ki, dekabr ayında ətin qiymətində yenə artım gözlənilir. Statistikaya nəzərən 2025-ci ilin 3-cü rübünün sonunda mal-qaranın sayı əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 3,7% azalaraq 812 min başa çatıb.
İllik olaraq 1 kiloqram mal ətinin qiyməti 7,42%, 1 kiloqram çəkilmiş mal ətinin qiyməti isə 5,91% artıb. Marneuli Bələdiyyəsinin Təzəkənd 1 nömrəli ictimai məktəbində Payız şənliyi adlı tədbir keçirilib. Tədbirdə şagirdlərin hazırladıkları əl işlərinin sərgisi təşkil olunub. Bugün ən sevinçli günümüzdür. Biz çox sevirik ki, hər dəfə belə bayramları qeyd edirik. Tez-tez belə bayramların olmağını çox sevirik. Rəsmlərimizi və yeməklərimizi sərgiləmişik. Təzəkənd 1 saylı ictimai məktəbində bugün payız şənliyi keçiririk. Məncə bu uşaqların dünya görüşünü və mədəniyyətini artırmaq üçün çox əhəmiyyətli bir bayramdır. Üstəlik əl işləri, onların çəkdiyi rəsmlər, hazırladığı yeməklər məncə hər bir uşaq üçün çox yaxşıdır və bu məktəbimizin adı üçün də çox yaxşı bir şənlik. Məktəbin müəllimlərindən ibarət münsiflər heyəti şagirdlərin hazırladıkları təamları dadaraq qiymətləndiriblər. شنیشنوی خونی زیباست موضوعیت دیدیش رومد çavdarəbiyyət. Bugün burada çox gözəl bir tədbir təşkil olunub və şagirdlər çox əziyyət çəkiblər. Şagirdlərin hazırladıkları əl işləri bir-birindən gözəl və maraqlı idi. Mən onların hazırladıklarının dadına baxdım və çox gözəl idi. Hər birini təbrik edirəm və onlara uğurlar arzu edirəm. Məktəbin müəllimləri bu kimi tədbirlərin təşkil olunmasında şagirdlərin bacarıqlarını nümayiş etdirmələri üçün onlara stimul vermək olduğunu qeyd ediblər. Bugün məktəbimizdə bizim payız şənliyidir, payız tədbiridir. Bizim əsas məqsədimiz odur ki, gənclərimizə stimul vermək üçün biz bu tədbiri təşkil eləmişik. Əsasən uşaqların bu stollarda, stendlərdə olanlar hamısı demək olar ki, şagirdlərimizin böyük əksəriyyəti əl işləridir. Həm uşaqların yüksək motivasiyası, əl qabiliyyətlərini biz aşkar eləmək üçün bu şənliyi keçiririk və həmçinin də bədii hissə var. Özünüz görürsünüz ki, uşaqlarımız, şagirdlərimiz öz bədii yaradıcılıqlarını ifa edib, öz bacarıqlarını göstərirlər. Həmçinin bizim Marneuli rayonu resurs təhsil mərkəzinin nümayəndələri buradadır. Onlar da aktiv şəkildə bizim tədbirə qoşulublar. Qeyd edək ki, tədbir daha sonra şagirdlərin hazırladıkları milli rəqslərlə davam edib. Əziz izləyicilərimiz, bu həftəyə olan xəbər vaxtımız sona çatdı. Gələn həftə görüşmək ümidi ilə.